Mayın 6-sında Nida Vətəndaş Hərəkatının üzvlərinə həbs cəzası kəsiləndən sonra baş vermiş etiraz aksiyası ilə bağlı saxlanılanlar Nəsimi rayon məhkəməsində hakim qarşısına çıxarılıblar. Məhkəmədən sonra Toğrul İbrahim 600 manat, Türkər Əlisoy və Orxan Rüstəmzadə isə 400 manat cərimə olunaraq sərbəst buraxılıblar. Müsavat Partiyasının divan üzvü Tural Abbaslı, Nizaçı Şəfi Şəfiyev, Dalğa sədri Hacı Zeynalov 15, Orxan Eyyubzadə 20, Xalq Cəbhəsi Partiyası üzvü Kəmalə Bənənyarlı isə 30 sutka inzibati həbs cəzası alıblar. Saxlanılanlardan Türkər Əlisoy Kanal 13-ə açıqlama verib. Nəsim rayon 20-ci polis bölməsinə apardılar. Oradakı bir sutka tutma protokolu tərtib edildilər. 268.2-ci qanun saksiyada fəal iştirak maddəsinin inzibati xətalar məcəlləsinin müsahidə verdiyim yerdə saxlanılmışam. Bölmədə valla axşama kimi açıq saxlanılmışıq. Əvvəl icazə vermədilər yemək falan almağa, sonradan icazə verdilər ki, saat 2-də falan yemək almağa. Yatmaqla bağlı üsulların üstündə yatmışıq. Hansı ki, dilimizdən həmişə iltizam alıb buraxırdılar, məhkəməyə səhər gəlirdi, amma bu dəfə belə olmadı. Digər saxlanılanlar barədə isə məlumat yoxdur.